Aya ne olur? Niye bir kez görsənsin? Heç nə qadan Ali, başımıza iş gəlir. Niye aya ne olur? Deməli bazarı etdik, iki dənə ataq. Dənə qoyunları yatağa aparan ne miner. Neyse, kıyılam getdik, akşama düşdük, dənə. Elə çadır qurduq, elə orada yatmaq istəyirdik, ağlıma bir şey gəldi. Gedim atın kulağın bir kəsir, səhər nəşi salmıyor, dənə. Aha. Nə aha. Mən də təsadüfən axşam atın qulağını kəsmişəm ki, səhər duranda qarışdırmayaq. O da durduq ki, atın ikisi də qulağı kəsikdir. Məcbur qarışdırdıq, mindik. Oo. Hə, bəs sonra neynədi? Beş tabi, elə ikinci günüydü. Yenə axşama düşdük, yenə çadırları qurduq. Yenə atımız dəyişib düşməsin deyə, atın bu səfər quyruğunu kəsdim ki, yəni dəyişib düşməsin, dənə. Valla mən xəbərim olmayıb ki, bu atın quyruğunu kəsir. Mən də atın quyruğunu kəsmişəm ki, səhər duranda qarışıq salmayaq. O da səhər durdum ki, atın quyruğu ikisi də kəsikdir. Bəs sonra? Sonrası oldu ki, bilmədim nə edim ki, atları səhv salmayaq. Elə atı uzadı və yəqin birini kəsmək istəyirdim. Seymurun ağlına bir şey gəldi. Nə gəldi ki Seymurun ağlına? Dedim ay Natiq, bu atlar yatağa çatana kimi kəsilə-kəsilə bir yeri qalmayacaq. Dedim ay qardaş, ən yaxşısı odur ki, sən ağ atı götür, mən də qara atı. Nə?